Axşamınız xeyir dəyərli şagirdlər. Bugünkü mövzumuz so, do, I və neither do, I mövzusu olacaq. Biz bu tip testi işləyərkən çox asan mövzudur. Daha da asan yoluna izahını verəcəm sizə. Biz birinci cümlənin təsdiqdə və inkar olmasında baxacaq. Birinci baxırıq ki, əgər cümləmiz təsdiqdədirsə, mütləq təsdiq cavablarından ya so, ya also, ya da to-dan istifadə etməliyik. Bu üçündən biri mütləq ki, təsdiq olan testimizin cavablarında olmalıdır. Yəni, əgər qabağınıza çıxsa ki, so olan cümlənin inkarlı, yəni so olan cümlədə bir inkar, tutaq ki, has not, have not və ya da didn't, also olan cümlədə və ya da to olan cümlədə hansısa bir inkarlıq bir söz görsək, həmin variant səhv sayılır. Daha sonra baxırıq, bu ikinci versiyasını deyim. Yəni birinci baxdıq ki, təsdiqsə təsdiq çıxardırıq, inkardırsa, inkarda da neither deməli A-də. Bunlardan birini çıxartmalı. Yəni inkar cümləsi isə bu ikisindən biri olmalıdır. Either olan cümlədə də mütləq inkar olmalıdır. Mütləq inkar olmalıdır. Yəni A-da olan cümlədə inkarlıq yoxsa biz o testi götürə bilmərik. Neither də inkardır, o olan cümlədə ikinci bir inkar yazılmaz. Bu təsdiq və inkar olduğuna baxdıq. İkinci baxırıq cümləmizin inkar feilinə. Əgər feilimiz to be-nin indiki zaman formasıdırsa, deyək ki, am, is, are. Bu feillərdən biri yazılıbsa, mütləq bunların özündən də birini çıxartmalıyam. O da şəxsə görə dəyişəcəkdir. Və ya to be-nin keçmiş zaman formaları. Was və ilə. Was və varsa yenə was və ilə cavab götürməliyim. Yəni təsdiqsə təsdiqini, inkardırsa inkarını götürməliyim. Bu feil hissəsi. Daha sonra əsas məqam odur ki, uşaqlar, burada to be-nin formaları var, göstəricilər var. Amma bizdə sadə zaman formaları var ki, indiki sadə zaman, keçmiş sadə zaman formaları var ki, bunlarda edi qəbul edib və yaxud da kökdən dəyişib, dəyişən feillər çıxmaq şərti ilə elə feillər var ki, üç formada da eyni olur. Məsələn, cut, let, read, cost. Bu feillər var ki, onların üç formasının üçündə də eyni yazılır. Biz onu seçə bilmirik ki, bu indiki zamandadır, keçmiş zamandadır. Ya onu seçməyimizdən ötürü, yəni ya həmin cümlədə mütləq zaman zərflərimiz olmalı, tutaq ki, yesterday olsa, həmin cümlədə bilirik ki, biz keçmiş zamandadır və yaxud da today olsa bilərik ki, indiki zamandadır. Bir də üçüncü şəxsin təkində bilirik ki, indiki sadə zamanda üçüncü şəxsin təkində feilin sonunda s olmalıdır. Məsələn, she cuts. Əgər she-dən sonra cutın sonunda s olmasaydı, s var indiki zamandadır. İndikinin sadəsindədir. Yox, s-i olmasaydı, she cut desəydim, bu indikinin keçmişin sadəsində olardı. Əgər indikinin sadəsində belə bir feil versə, feilin sonunda s, biz tapsaq ki, bu indiki sadə zamandadır, biz orada mütləq do ya da does-ı çıxartmalıyıq. Bu da does da şəxsə görə dəyişəcəkdir. Yox, keçmiş zamanda olduğunu bilsək, mütləq diddən istifadə etməliyik. Daha sonra, əgər cümləmizdə modal feil varsa, elə modalın özündə çıxardacağım. Yəni, yenə deyirəm, təsdiqidirsə təsdiqini çıxartmalıyam, inkardirsə inkarını çıxartmalıyam. Modalın özünü. Tutaq ki, have feilindeyim. Bu, have feilindən sonra, əgər P2-də olan bir feil gələrsə, biz bu zaman have-in, has-in ikisindən birini çıxartmalıyıq. Yenə şəxsə görə dəyişəcəkdir bu. Yox, have-in özü sadəcə, yəni əsas feil kimi cümlədə have-in, has-in özü yazılarsa, indi mən şərti olaraq have yazmışam. Burada has da ola bilər, had da ola bilər. Yəni, burada bu əsas feil rolunu oynayarsa, biz o zaman do, does köməkçi feilindən istifadə edirik. Bu hansı halda olur? Ya have, ya has. Cümlədə təkcə feilin özü olarsa, biz istifadə edəcəyik do və yaxud does feilindən istifadə etməliyik. Yox, had əsas feil olsa cümlədə, bu zaman diddən istifadə edərik. Amma əgər have-dən sonra to, has-dan sonra
to. Haddən sonra to yazılarsa, bu zaman yenə havedirsə, has-sə yenə do dazı çıxartmalıyıq. Yox, haddirsə, yəni bunların yanında mütləq to-su varsa, onda haddirsə mən didi çıxartmalıyam. Daha sonra əgər cümləmizdə deməli şəxsdən sonra, yəni apostrof s qoyulubsa, ondan sonra feilin sonunda ing görərsək, ing olarsa, biz bu zaman bilərik ki, bu indiki davam edici zamandadır. Yəni is feilin sonunda ing. Bu zaman deməli indiki davam edici zamanda olduğuna görə biz də nə çıxartmalıyıq? Is feilini çıxardacaq. Yox, apostrof s-dən sonra sadəcə və sadəcə P2 formasında olan feilimiz gələrsə, biz bu zaman has götürəcəyik. Çünki bu apostrof s hasin qısaldılmışı olur. Buradakı apostrof s isin qısaldılmışı olur. Bir də inkar bildirən sözlərimiz var. Məsələn, nodur, neverdir, notun özüdür, hardly'dir, sonra neither'dir, neither, ofun özün, ofunu da yaza bilərik, tək də yaza bilərik, no longer'dir, no longer, daha sonra no more, deməli, no more. Yəni, ümumiyyətcə, hardly çıxmaq şərti ilə n ilə başlayan əksər inkarlıq bildirən sözlər var ki, bunlar inkarlıq bildirdiyinə görə inkarsa elə inkarın özü də çıxmalıdır. Bir də mən yuxarıda qeyd eləməyi unutdum. Either olan cümlə mütləq bu əgər cümləmiz inkardırsa, inkarla cavab çıxardırsa, əgər də varsa o cümlədə mütləq inkar olmalıdır. İnkar olmalıdır həmin cümlədə. Yəni, məsələn, either olan cümlə inkar istəyir, amma neither olan cümlədə başqa bir inkarı istəmir. Çünki iki inkar bir cümlədə yola getmirlər. Ya bunu yazmalıyıq, ya digərini yazmalıyıq. Və bir də də olan cümlə inkardadırsa, inkarda daha doğrusu olmalıdır və cümlənin sonunda gəlməlidir. Yəni, o olan cümlədə mütləq başqa bir inkar olmalıdır. Yəni, bax, bu də olan cümlədə başqa bir inkar mütləq olmalıdır. Özü inkarlıq bildirir, yəni sadəcə bir başqa inkarımız olmalıdır mütləq. Amma neither inkar sözüdür, ikinci bir inkarı istəmir. Cümlənin əvvəlində gəlir, cümlənin əvvəlində gəlir, amma either cümlənin sonunda gəlir. Bu qədər.